Bir günde Hüseyin Bala dayıyla Fatma Xala öydə oturub şirin-şirin söhbət eləyirlər. Bunun da qapı döyülür. Hüseyin Bala deyir, Fatma qapını açır, kim gəldi? Fatma Xala da qocar vaxtı ki, qapını açır. Bir nəfər içəri girir, deyir, mənə tanımat olsun. Mən Əzrailam, gəlmişəm, canoz alma. Fatma Xala da qocar vaxtı qaydı deyir ki, sənin adın nədir? Fatma Xala, mənim adım Fatmadır. Əzrail başlayır ağlamağa. Hüseyin Bala dayı deyir ki, Əzrail, necə ağlayırsan? Deyirək ki, imin adı Fatma olubdur. Daha bu arvadın canını alası olmadım deyəndə, Hüseyin Bala dayı elə bir başına daş düşür. Arvad aradan çıxdı Əzrail'ə, mən nə deyəcəm? Əzrail qaydı deyir, sənin adın nədir? Hüseyin Bala dayı da çox fikirləşəndən sonra qaydı deyir, ay Əzrail qardaş, vallah mən adım Hüseyin Baladır. Amma kənddə hamı Fatma deyib çağırır.